Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bu günlerim İslam Peygamberi, onun Əhl-i Beyti, Hazret Hanım Fatıma Zahra Aleyhisselam'ın şehadeti münasibətiyle qəmli günleri başlayır ve Hazret Peygamber Aleyhisselam'ın əziz istəkli balası, dünya xanımlarının xanımı, fəzilət sahibi Hanım Fatıma Zahra Aleyhisselam'ın şehadet günüdür. Hanımın şehadeti Hicri təqvimi ilə 11. Hicri Cəmadül Əvvəl ayının 13'ünde, ikincisi yani rivayette olunan ikinci rivayet Cəmadül Sani ayının 3'ünde baş vermişti. Necə ki İmam Sadiq Aleyhisselam buyurur ki, İnne Fatime mekketet ba'de Resulillah 75 yevmen. Hazret buyurur ki, Hanım Fatıma Zahra Aleyhisselam Peygamberin vefatından sonra 75 gün yaşamıştır ve dünyasını değişmiştir. Biz de bu günleri yad edirik ve bu münasibetle başta zamanının imamı Hazret Hüccete, Hazret Peygamber Aleyhisselam'a, Mevla-i Mütteqiyan Ali Aleyhisselam'a ve hemçinin İmam Hasan, İmam Hüseyin ve Hanım Zeynep'e ve onların ne kadar ki yer üzerinde aşıkları var, müminler ki həmişə hanımı yad eləyərlər, onlara başsağlığı təsliyyət deyirik. Allah dünyada hanımın ziyaretinden, ahirette şefaatinden bizleri binəsib eləməsin. Her dəfə qeyd ettiğimiz kimi Hanım Fatıma Zahra Aleyhisselam'ı ve Əhl-i Beyti ve imamları yad eləmək bizlere Kur'an ayələri əsasında buyurulub. Necə ki, قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى. De ey Peygamber, ben sizler için peygamberlik ettiğime göre hiçbir muzd istəmirəm. Yalnız Əhl-i Beytime məhəbbət, sevgi istəyirəm. Bugünkü gündə Hanım Fatıma Zahra Aleyhisselam'ı yad eləmək, Hazret Peygamber Aleyhisselam'ı yad eləməkdir. Dinin bizlere buyurduğu Hazret Peygamber Aleyhisselam'ın hadislerine esasen dünya ve ahiret necə deyərlər, en fəzilətli hanımlarının birinin vefatını yad eləyirik. Necə ki hadislerde qeyd olunubdur. Fatıma benim bir parçamdır deyərək Hazret Peygamber Aleyhisselam buyurur. Herkes Fatıma'nı sevindirse beni sevindirmiştir. Beni sevindiren Allah'ı sevindirmiştir. Ve herkes Fatıma'nı qəmləndirsə, Fatıma'ya zulüm eləsə, Hazret buyurur ki, mənə eləyibdir ve Allah'a eləyibdir. Hanım Fatıma Zahra Aleyhisselam'ın şehadeti hakkında birçok tarih kitapları, hadis kitapları qeyd ediblər ve sebeplerini de qeyd ediblər. Tabii ki Hazret Peygamber Aleyhisselam'ın ömrünün axırındakı Hanım Fatıma Zahra Aleyhisselam'a onun dünyadan köçməsini qeyd eləmişdir. Necə ki müminlər eşidiblər ki Peygamber Aleyhisselam ömrünün axırındakı yattığı zaman Hazret Hanım Fatıma Zahra Aleyhisselam'ı öz bağrına basmış ve Ayşe Hanım'dan rivayet olunur ki gördüm Fatıma'nın yüzü güldü ve birinde de ağladı. Bu hadisler həmçinin bizde imamlardan da rivayet olunur. Ve sual olundu, ey Zahra, sen ne için güldün, təbəssüm elədin? Hazret Zahra Aleyhisselam buyurdu ki, atam bana haber verdi ki, ben Əhl-i Beytdən dünyasını en tez dəyişən şəxs olacağım. Ona göre təbəssüm elədim. Ve həmçinin Hazret buyurdu ki, ben tezlikle dünyamı dəyişirəm ve ona göre qəmləndim. Necə ki, Hazret Zahra Aleyhisselam'ın hakkında Peygamber Aleyhisselam'ın hadislerinde qeyd olunub ki, Fatıma behişt hanımlarının hanımıdır. Eğer biz dikkat etsək Kur'an-ı Kerim'e görərik ki, Kur'an-ı Kerim'de Allah Teala Hanım Meryem'den bəhs edir. Hanım Meryem'i, onun fəzilətini qeyd edir. Ve buyurur ki, Hanım Meryem'e
mələklər nazil olur və xanım Məryəm onunla danışardı. Bəzən ola bilsin ki, kimsə şübhə eləyər. Amma mən tanınmış kitablardan, Sahih Buxaridən bir hədis qeyd eləmək istəyirəm. Hədis Buxarinin 2-ci cildin 149-cu səhifəsində qeyd olunub. Nə ola bilsin ki, çaplarda dəyişiklik ola bilər, amma əsas məqsəd hədisi çatdırım. Hədisdə qeyd olunur ki, لَقَدْ كَانَ فِي مَنْ كَانَ قَبْلَكُمْ مِنْ بَنِي إِسْرَائِيلَ يُكَلِّمُونَ مِنْ غَيْرِ أَنْ يَكُونُوا أَنْبِيَاءَ. Diqqət edin, Həzrət Peyğəmbər əleyhissalamdan hədis nəql olunur. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, sizdən əvvəl Bəni İsrail arasında, yəni keçmiş Yahudi qəbiləsi arasında elə insanlar var idi ki, Peyğəmbər olmadığı halda mələklər onlarla danışırdılar. Buxarinin hədisidir ki, açıq aydın göstərir ki, Bəni İsrail dövründə, nəinki Peyğəmbər əleyhissalam dövründə, yəni Musa əleyhissalamın dövründə və ondan qabaq, yəni onlar bu hədisin qeyd etdiyinə görə o qədər təqvalı, abid insanlar idilər ki, mələklər onlarla danışırdılar. İndi gəlir Zəhra əleyhissalama diqqət elə. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, Zəhra mənim bir parçamdır, canımın bir hissəsidir. Və Həzrət Peyğəmbər əleyhissalam Zəhra əleyhissalam gələndə ayağa qalxardı, onun əlindən öpərdi. Və hədislərin birində də qeyd olunubdur ki, Peyğəmbər əleyhissalam bir gün Zəhra ilə Əli əleyhissalamla əyləşdilər. Bir tərəfində Əli əleyhissalam, bir tərəfində Zəhra əleyhissalam. Həzrət Əli əleyhissalam buyurdu, ya Rasulallah, kimi çox istəyirsən? Bizim ikimizdən hansımız sənin yanında daha istəklidir? Həzrət buyurdu ki, ey Əli, sən əfzəlsən Fatimədən, amma Fatimə səndən mənə daha istəklidir, əzizdir. Biz bir çox belə hədisləri qeyd eləyə bilərik. Elə bizlərə kifayət edir ki, Peyğəmbər əleyhissalamın bir parçası olan xanım Fatimə Zəhra, Həzrət Peyğəmbər əleyhissalamın öz dili ilə görürük ki, məxluqat yanında Fatimə əleyhissalamdan Peyğəmbərə daha əziz ikinci bir adam tarixdə olmayıbdır, dünyaya gəlməyibdir. Amma diqqət eləsək, görərik ki, xanım Fatimə Zəhra əleyhissalam bu əzəmətdə olan bir xanım necə oldu? Peyğəmbər əleyhissalamdan sonra ümmət-i müsəlman, İslam ümməti tərəfindən, dövrünün Həzrət Peyğəmbər əleyhissalamın sahabələri tərəfindən incidildi. Bütün tarix İslamlarda bunlar var. Biz bunları qeyd eləmişik. Əvvəllər xanım Fatimə Zəhra əleyhissalamın şəhadətindən ki, biz danışmışıq. Hər kəs istəsə ona diqqət eləyə bilər. Onlar YouTube'da qoyulubdur və hamısının da təxminən bir 30-a yaxın mənbədən biz ora dəlilləri söyləmişik, gətirmişik, tarixi Təbəridən tutmuş, Yaqubi, Bilazəri və ilaxirə ki, xanım Fatimə Zəhra əleyhissalamın başına gələn hadisələr hər bir qəlbində əhl-i beyt eşqi olan mömini kədərləndirir. Və qeyd olunubdur ki, Peyğəmbər əleyhissalamdan sonra xanım Fatimə Zəhranın qapısı odlandı. Qapısını odladılar. Və ikinci xəlifə qapını odlayarkən ətrafındakılara qeyd elədi ki, odun gətirin. Gətirin bu qapını odlayın. Söylədilər ki, ey Xəttabın oğlu, içəridə Fatimə var. O nə dedi? Dedi, olsun da. Amma bizim gördüyümüz iş ondan daha fəzilətlidir. Yəni bu zülmü xanım Fatimə Zəhra əleyhissalama elədilər və hətta onun qapısına hücum eləyib Qunfuz tərəfindən ki, xəlifənin xidmətçisidir, qulu idi deyək, onu göndərmişdi. İkinci xəlifə ilə bir yerdə xanım Fatimə Zəhra əleyhissalamın qapısını sındırdılar. Xanım ki qapıya çıxdı, bu zaman xanımı qapı ilə divar arasında qoyub sıxdılar və xanımın qabırğasını sındırdılar və bətnində olan körpəsini də öldürdülər. Əvvəllər də qeyd eləmişdim. Ədəbil Müfrəd adlı bir kitab. Bu Sahih Buxarinin müəllif Sahih Buxaridir.
kitabıdır. Ədəbil Müfrəd. Orada da hədislərdə qeyd olunmuşdu ki, Peyğəmbər əleyhissalam özü necə ki İmam Həsənə, İmam Hüseynə ad vermişdi, eyni zamanda Mühəssin ya Muhsin adında xanım Fatimə Zəhra əleyhissalam hamilə olduğu vaxtı uşağın adını qoymuşdu. Mühsin. Peyğəmbər əleyhissalam dünyasını dəyişdi. Xanım Fatimə əleyhissalam hamilə idi. O qapını sıxanda bətnindəki o Mühsin adı ki Peyğəmbər əleyhissalam qoymuşdu. O dünyasını dəyişdi. Yəni ana bətnində öldü, sekt oldu. Belə bir zülmün nəticəsində xanım Fatimə Zəhra əleyhissalam dünyasını dəyişdi. Xanım Fatimə Zəhra əleyhissalamın bugünkü gündə hər o yerdə ki adı ilə bağlı məclis keçirilir. Xanım Fatimə Zəhra əleyhissalamın matəmi yad olunur. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bütün o məclisləri qəbul eləsin və biz də çalışmalıyıq. İstər həmin məclislərdə olaq, ya istərsə evdə olaq. Bu günləri Həzrət Peyğəmbər əleyhissalamın qəlbinə su səpmək kimi qızı xanım Fatimə Zəhraya xatir özümüzə necə ki Aşurada qəm günü təyin edirik, bu günləri də qəm günü təyin eləməliyik.